Aha. Deməli, təsviri fəaliyyət məşğələsi idi də mövzumuz, elə deyilmi? Təsviri fəaliyyət məşğələsi neçə hissədən ibarətdir? 4 hissədən. Hansılardır? Rəsm, yapma, quraşdırma. Ay sağ olun. Bir dənə aplikasiya hansı qrupdan başlayır deyilik? Ay sağ olun. Ümumiyyətlə, rəsm, aplikasiya, təsviri fəaliyyətin deyək də, uşaqlar üçün əhəmiyyəti nədir? Üstün tərəfləri nədir? Onlarda nəyi inkişaf edir? Aha, estetik dünya görüşü, zövqü, rəng duyumu olur, gözəlliyi görə bilirlər, bədii yaradıcılıq əsas götürülür, düzdür. Aha, yaxşı, bəs hansı qrup rəsm fəaliyyətində uşaqlara düzgün oturuş qaydası öyrədilir? Bəli, necədir düzgün oturuş qaydası? Aha, masa, uşağın boyuna uyğun olmalıdır. Bəli, uşağın beli kürəyi söykənməlidir, masanın arxasına, ayaqlar, dirsəklər stolun üzərində olmalıdır. Aha, düzgün döşəmədə olmalıdır, bəli. Bəs hansı qrup rəsm fəaliyyəti adətən əyani formada aparılır? Birinci kiçik qrup. Necə deyən, nə deməkdir əyanilik? Göstərir, göstərə. Məsələn, dediyimiz kimi balığın quyruğu hansıdır, dovşanın gözləri hansıdır? Yəni, belə uşaqlara sual veririk və uşaq göstərir. Əsasən də şəkilli kitablardan istifadə olunur birinci kiçik qrup rəsm fəaliyyətində. Bir də əsas texnika hansı idi birinci kiçik qrupda? 3 barmaq texnikası, bəli. Yəni, uşağı təbaşiri, flamastri düzgün şəkildə tutma qaydası öyrədilir. Necə idi o? Nədən daha çox təbaşir formasında, nədən istifadə olursa daha yaxşıdır? Aha, xırda və çox da nazik olmayan, ay sağ ol. Rəsm harda çəkilsə daha məsləhətlidir? Molbertdə, yuxarıda. Çünki qol istər-istəməz maili şəkildə əyilir və rəsm çəkmək uşaqlar üçün asan olur. Hansı qrup rəsm fəaliyyətidir ki, burada məhfumların vərəq üzərinə yerləşməsi əsas götürülür? Orta qrup. Nə deməkdir məhfumun vərəq üzərinə yerləşməsi? Aha, ay sağ ol. Ay sağ olun. Yuxarıda günəş, ay, ulduz, aşağıda bəli, güllər, çiçəklər, torpaq və otlar, onların aşağıda yerləşdiyini düzgün şəkildə bilməlidir. Bəs hansı qrupda uşaq bilməlidir şaquli və üfüqi istiqamətə rəsm? Bəli. Nə deməkdir şaquli üfüqi? Əgər hündür əşya, ay sağ olun. Aha, şaquli düz istiqamətdə tutmalıdır. Ev çəkirsə üfüqi istiqamətdə tutmalıdır. Yəni, uşaq bunu düzgün şəkildə tutur. Vərəqi düzgün tutmağı bacarmalıdır. Ondan sonra bəli, səliqəli rəngləmə texnikası olmalıdır burada. Bir də əlini götürmədən düzgün şəkildə rəsmi çəkmə.